Var olun. Bu məcun haqqında xəbərimiz var, uşaqlar. İzləyirik, ha, yox. Digər vaxtlarda izləmişik, görmüşük. İstifadə eləmirsən? Yox, yox. Mütləq bundan birini al qoy maşınına. Havalar soyuqdur. Deməli, əziz tamaşaçılarımız, məcun axtarırdıq, məcun da gəldi, yox idi. Bu arada xatırladıram ki, təqdim elədiyim heç bir dərman vasitələri deyil. Hamısı xüsusi məcunlardır, raci. Bunun içində arı məhsulları var. Bunun içində arı südü var, bunun içində mumiya var, bunun içində gözəl məcunlar var, çərəzlər, qoz, fındıq, püstə, badam, hamısının yağı var, mumiya var. Tərkibində bunun nələr var, nələr var, nələr var. Axtardığımız hər şey var. Axtardığın hər şeyi, axtarırdın, eləmi? Can ay bala. Bundan birini apararsan, görsən axtarırmış, doktor. İçində deyirəm, Ehtiyac var. axtardığımız hər şey var. Deməli, nə edir bu? İmmunitetini gücləndirəcək, Raci. Bax, bundan götürürsən bir kaşıq. Çay qaşığı. Çay qaşığı. Hatta çıxartma. Bizə deyək ki. Ağzı bir qaşıq bundan götürürsən. Efirdən sonra, efirdən sonra. Bir efirdən sonra. Deməli, bir qaşıq bundan götürürsən. 15 gündən bir bundan bir çay qaşığı içirsən. İrolassan. Deyirləri top kimi. Bax, immunitetin güclənəcək. Əziz tamaşaçılar, siz də bilin. Sonsuzluqdan əziyyət çəkən, cinsi zəiflikdən əziyyət çəkən, cinsi həvəsi olmayan, qan azlığından əziyyət çəkən, qaraciyərində problem olanlar ən əsası razı bilirsən bu nəyə xeyirdir? Prostata. Bax, prostata gedib müalicə elətdirmə. Bundan bir cıca qaşıq qoy ağzına yatmamışdan qabaq. Ondan sonra vəssalam. Hə, doktor?